Güclü leysan yağışları ardınca gələn sel Pirsaat çayında sulluğu artırıb, nəticədə böyük daşqınlar qeydə alınıb. Qobustan rayonunun Poladlı kəndini rayon mərkəzi ilə birləşdirən əsas körpü qəzalı vəziyyətə düşüb. Nəticədə kəndlə rayon mərkəzinə gediş-gəlişlə məhdudiyyət qoyulub. Bu körpü də Qobustan Poladlı körpü. Dəfələrlə sel gəldi, qəzalı vəziyyətə düşdü. Keçən il də gəlmiş, keçən il də biraz zədələmiş körpünü. Bu il gəldi, təmiz körpünü zədələyib. Bu dəqiqə bu körpü uçandan sonra Qobustanla Poladlının arası kəsiləcək. Bağ-bağçadır, körpümüz var. O da ki, sel uçurdu aparıb hamısını. Yaman gün deyil. Məktəbə girib gələ bilmir uşaqlarımız. Seldən sonra 2000-ə yaxın ziyanlıq dəyib. Bunun nəticəsi çox ağır idi. Gördüyünüz kimi bu həyət yanıb, bu sahə çox acınacaqlı. Damım, daşım, sonra orada bir maşın qum almışdım. Hamısını sel götdə apardı. Uçub tökülüb 4-5 dənə qonşu. Diyandıyıq. Haradasa bir 50 sot, 60 sot nar bağı idi. Özdəki zəhmət çəkmişdim, nə qədər PM vermişdim, işləmişdim. Hamısını ləğv olundu. Yağan güclü yağışlar nəticəsində Qobustan rayon Poladlı kənd əsas körpüsünə böyük ziyan dəymişdir. Körpü çökmüş vəziyyətdədir. İndi hal-hazırda qismən keçid yaradılmışdır balaca maşınlar üçün. İcra Hakimiyyətinin birinci müavini Fövqəladə Hallar Komissiyasının sədri Məharət Əkbərov səhər-səhər gəlib bütün baxış keçirtmişdir. Körpüyə də baxmışdır. Yəni belə nəzarətdə saxlayırıq. Biz də özümüz öz gücümüzə çatanı eləyirik. Kənd sakinlərinin yanındayıq.